Ağşəhər bulvarında yerləşən Bulvar oteldə ofisiant olan iş yoldaşına qətlə yetirməkdə təqsirləndirilən Seymur Manafovun məhkəməsi başlayıb. Bakı Azadlıqlar Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Daha sonra dövlət ittihamçısı Süleyman Həsənov cinayət işinin baxışa verilməsini və təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanmasını təklif edib. Məhkəmə qısa müşavirədən sonra məhkəmə istintaqının başladığını və işin baxışa verilməsi ilə bağlı qərar qəbul edib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri də dəyişdirilmədən saxlanılıb. Məhkəmənin növbəti iclası mayın 21-nə təyin edilib. Qeyd edək ki, hadisə yanvarın 25-i saat 19 radələrində Ağşəhər bulvarında yerləşən Bulvar oteldə qeydə alınıb. Belə ki, oteldə ofisiant işləyən 1996-cı il təvəllüdlü paytaxt sakini Şəmsənin Şamiloğlu Əliyevin çamaşırxanada bıçaqlanaraq öldürülüb. Araşdırmalarla hadisənin otelin digər ofisiantı 1992-ci il təvəllüdlü Abşeron rayon sakini Seymur Zafaloğlu Manafov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Seymur Manafov polis əməkdaşları tərəfindən şübhəli şəxs qisminə saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci, yəni qəsdən adam öldürmə maddəsi ilə ittiham rəsülüb. Orxan Rasifoğlu, Məhkəmə Xəbərləri.